Səhər gəzintisinə çıxmağı planlamısan. Yuxudan oyanıb pəncərədən baxırsan ki, yağış yağır. Uf, bu yağış da hardan çıxdı? İndi bu havada necə yürüyüş edəcəm? Hər yer islaq, palçıq, üst-başım batacaq. Bütün əhvalımı korlatdı bu hava. Heç çıxmayım ən yaxşısı. Oh, nə gözəl havadır. Yağış yağıb deyə havaya torpağın, otların qoxusu qarışıb. Bugünkü gəzintimdən daha çox fayda alacağam. Çünki hava 2 qat təmizdir. Yağış yağıb, tozu yatırıb, təbiətin nəfəsi var havada. Bugün yarım saat da artıq gəzəcəm. Ağlına ilk gələn fikir nə oldu? Yağış yağmağındadır. O sənə görə dəyişmir. Ancaq sənin ona verdiyin reaksiya, baxış bucağın həyatının bundan sonraki gedişatını dəyişə bilir. Ya şikayətlənib deyinə-deyinə havanın bütün planlarını pozduğuna yanacaqsan, ya da anı fürsətə çevirib maksimum faydanı necə əldə edəcəyin barədə hərəkətə keçəcəksən. Baxış bucağını dəyişərsən, həyatın dəyişəcək. Bəli, bunu etmək sənin əlindədir. Etməli olduğun sadəcə və sadəcə baş verən hadisələrə, yüklədiyin anlamlara diqqət yetirməkdir. Sən dünyaya yeni gözlərlə baxmağa başlayanda, əslində yaşamağın nə qədər zövqlü olduğunun fərqinə varacaqsan. Özün də anlamadan tədricən düyünlərin öz-özünə açıldığını müşahidə edəcəksən. Çünki o düyünləri yaradan elə sənin düşüncələrin idi. Baxış bucağını dəyişmək, həyatının idarəsini öz əlinə almaq deməkdir. Azad olmaq deməkdir. Artıq hadisələr, başına gələnlər səni deyil, sən onları yönləndirəcəksən. Öz xeyrinə dəyərləndirəcəksən. Hər hansı bir xoşa gəlməz hal yaşanıb. Çox qəzəblisən, emosiyaların pik həddə çatıb. Bəlkə küskünsən, incilmisən, nifrət hətta qisas hissi ilə dolmusan. Bir anlıq dayan, dərindən nəfəs al, nəfəs ver. Düşün, bu hisslərin mənə nə kimi xeyri olacaq? Nəyi dəyişə biləcəm? Olanları geri qaytara biləcəmmi? Əlbəttə xeyr. Unutma, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Ancaq mən bu olanlardan nə kimi nəticə çıxarmalıyam? Bu hadisə mənə nəyi öyrətmək istədi? Bu sualları özünə verərək gedişatın yönünü dəyişə bilərsən. Emosiyalarının səni manipulyasiya etməsinə imkan vermə. Çünki onları da formalaşdıran sən özünsən. Onlar sənə yox, sən onlara güc gəl. Gəlin dərk edək, qəbullanaq ki, biz bu həyatda yalnız yeyib, içib, yatıb, oyanıb, müəyyən fizioloji tələbatlarımızı yerinə yetirmək üçün var olmamışıq. Həyatda müəyyən təcrübələr qazanmaq, müəyyən dərslər almaq, özümüzün ən yaxşı versiyasına çatmaq üçün varıq. Yaşanmalı olan hadisələr onsuz da yaşanacaq. Külək əsməlidirsə əsir, yağış yağmalıdırsa yağır, ağaclar çiçək açmalıdırsa açır. Günəş hər gün yenidən doğur və qürub edir. Bunlar sənə görə olmur, olmalı olduğu üçün yaşanır. Bəs sən bu olanları necə dəyərləndirirsən? İşini mi itirdin? Dünyanın axırıdır deyib qəm dəryasına batmaqmı? Yoxsa baş verənləri fürsətə çevirməkmi? Bəlkə bu özünü başqa sferada sınamağın üçündür. Sevgilindən mi ayrıldın? Demək ki, onun sənin həyatındakı rolu artıq tamamlanmışdı. Və bəlkə də bu yaşanan təcrübə yeni, daha gözəl bir münasibət üçün bir zəmindir. Həyat sonsuz variantlardan ibarətdir. Diqqətimizi daha çox nəyə yönəltsək, enerjimizi daha çox hansı düşüncələrə kökləsək, gerçəkliyimiz də bundan ibarət olacaq. Daim şikayətlənəcəksən, bundan öncəki videoda da qeyd etdiyim kimi, titrəşim səviyyəni aşağı salacaqsan. Və nə baş verəcək? Sadə dillə desək, kainat sənin şikayətlənməyi daha çox sevdiyini qəbul edib, daha çox şikayətlənə bilmən üçün sənə bol-bol səbəblər göndərəcək. Gəl səni bununla şikayətdən minnətdarlıq hissinə dönüşdürək. Daha çox şükranlıq et. Hər hadisənin sənə verdiyi dərsə görə minnətdar ol. Keçmişdə olanlara ilişib qalma. Həyatındakı gözəllikləri tez-tez xatırlat özünə. Yaşananlara daha aydın, tərtəmiz gözlərlə, işıqlı pəncərədən baxmağı öyrən. Bax gör həyatın necə tamamilə əks istiqamətdə, müsbətə doğru dəyişməyə başlayır.
İçin fərahlayır. Daxilində özünün də hardan gəldiyini anlamadığın bir dinclik hissi yaranır. İnsanlara və ətrafına empatiya hissin güclənir. Daha anlayışlı olmağa başlayırsan. Sevgi və mərhəmət hissin güclənir. Bağışlamağı öyrənirsən. Hər olanı özünə yük edib günü-gündən ağırlaşan bir insandan tamamilə yüklərindən arınmış, şəffaf bir varlığa dönüşürsən. Həyatına gözəllikləri çəkməyə başlayırsan. Əbəs yerə deməyiblər ki, sən dəyiş, dünyan dəyişsin. Videonun sənə faydalı olduğunu düşünürsənsə, bəyənməyi və paylaşmağı əsirgəmə. Əsirgəmə ki, daha çox insana faydan toxuna bilsin. Və yekunda sənə özəl bir mesajım var. Bugün həyatında səni ən çox narahat edən bir vəziyyətə qarşı yeni bir pəncərədən baxmağa cəhd et. Sadəcə bir dəqiqəlik. Nə görürsən? Çox güman ki, həyatının yeni bir fəsli üçün ilk səhifəni açmış olacaqsan. Sevgi ilə qal, əziz dost.